Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişi ilə yenidən görüşünüzə gəlmişik. Dekabr ayının ilk verilişidir, ilin son ayının ilk verilişidir və bu ay daha belə fontan eləyəcəyik, daha belə ildırım sürətli, İnşallah. nəhəng verilişlərimiz olacaq. Kamala xanımdan elə çox gözəl mövzularda planlaşdırmışıq ki, verilişimiz olsun. Bugün amma sizin suallar əsasında qurmuşuq. Daha doğrusu Kamala xanım sizin bizim kanalda yazdığınız, özünə şəxsən yazdığınız suallara əsasən dedi onları cavablayaq. Çünki çox saylı belə suallar var. Yenə də çox danışmayacağım, konkret suallara keçəcəm. Kamala xanım, xoş gördük. Xoş gördük, həmişə sizi görək. Sağ olun, mən də sizi. Sizi yaman sevirlər. Çox sevirlər. Həddindən artıq çox fanatlarınız var. Allah canları sağ olsun. Deyirəm, bəzən bəlkə də o ciddi problemlərdən elə onların duaları qoruyur. Bəzən deyirlər, heç nə lazım deyil, ancaq dua lazımdır. Belə. Mən ilk öncə keçən dəfə anons vermişdik. Çakra, hərflərin çakrası. Məsələn, mən o vaxt bir mömin, ilahiyyatçı bir alim var idi. Deyir ki, M hərfi kimin adında varsa, məsələn, o yaxşı deyil. Peyğəmbərimizin ona görə başı müsibət çəkib ki, 3 dənə M hərfi var, Məhəmməd. Sonra, nə bilim, bəzilər deyir ki, bəzi Rusiya numerologlarından da var. Məsələn, S hərfi kimin adında yoxdursa, yəni varsa pul gətirir. Deməli, kimin adında S yoxdursa, bu pul qazana bilməz. Biraz bunu mən normal hesab eləmirəm. Amma ən yaxşı cavablar sizdədir. Danışdıqca da vəd verdiyimiz kimi o cədvəl efirdə gedəcək, kimsə öz adına görə tapar. O öncə qoy o Məhəmməd sözünə görə deyim. Bəli, o adam onu deyir ki, pisdir. Amma nəyin bir insan üçün pis və yaxud da ki, nəyin yaxşı olduğunu Allah bilir. Bəli. Çünki sən düşünərsən ki, bu pisdir, amma sən elə bir mərtəbəyə qalxarsan ki, həmin o M hərfi ilə. Yəni heç çünki qəlb çakrasının hərfidir. Dördüncü çakramızın hərfidir. O yüzden də, yəni adətən məsəl üçün məndə analiz edəndə görürəm Məmmədova olanda, Məhəmməd olanda ad və yaxud nəsə bax bu M hərfi ilə, D hərfi ilə əlaqəli daha çox olanda həmin əslində çox olması, bir dəfə demişəm, bir hərfin çox olması yoxuna bərabərdir. Yəni sanki həmən çakrada hərf yoxdur. Yəni oradan problem var. Biri digərin vurur da belə. Çox olması da, yəni o riyaziyyatdakı müsbətin çoxluğu mənfiyə gedir. Yəni artıq orada o, yəni biz onu həddindən artıq çox olanda orada məsəl üçün o hərfin sayı ad və soyadda. O zaman o mənfiyə gedir. Mənfiyə də gedirsə nə deməkdir? Çakra boş demək. Artıq hamı bilir ki, bunu biz məcazi deyirik. Çakranın boşluğu. Yəni çakranın türklər bəzən açıq, qapalı deyirlər. Pasiv aktiv deyək. Pasiv aktiv də olar. Yəni ağzımız artıq öyrənib ki, boşdur və yaxud da ki, doludur. Əslində boşdur. Yəni düz belə çıxır da ki, indi biz belə deyirik. O çakraların bəli, o keçən dəfə danışmışdıq biz bu barədə. Bir dəfə danışdıq, dedik ki, yəni hərflər var ki, onda da sual vermişdilər. Demişdilər ki, bu hansı əlifba ilə uyur? Elə bilmişdilər ki, biz səhv yazmışıq, ya nəsə suallar vermişdilər. Və mən də keçən dəfə dedim ki, verilişimizdə bu heç bir əlifbaya uymayan bir sıradır. Bu Pifagorun sistemidir. Və deməli, birinci çakradan tutmuş 9-cu çakraya qədər hər bir çakranın özünün hərfləri var. Və biz necə tapırıq orada o, deməli, bizim adımızla, soyadımızla, adımız, soyadımızda əgər hansısa, məsəl üçün, o hərflər var, keçən dəfə də dedim bunu. O zaman biz özümüzə həmən o çakranın qarşısından plus qoyub belə hesablaya bilərik ki, bəli, burada bu var ya yox. Adam, məsəl üçün, öz adını, soyadını yoxlayır, görür ki, tutaq ki, ikinci çakranın hərfləri yoxdur, heç biri. Bir də 8-ci çakranı tutaq ki, hərfləri yoxdur. Ən çox elə bu iki çakra boşdur Azərbaycanda, bir də 6-cı çakra. Ən çox, yəni ən üstünlük təşkil 8 pul çakrasıdır. Deməli, bolluq bərəkətdir. 2 isə insan münasibətləridir, ana-bala münasibətidir. Sözüm ondadır ki, biz indi siz söz vermişdiniz ki, mən belə bir cədvəl şəklində... Ekranda gedir artıq. Artıq gedir, bəli. Mən də istəyirəm ki, o elə ekranda gedən kimi orada baxsınlar, oradan bilsinlər. Mən də indi bugün, məsəl üçün, tutaq ki, birinci çakrada A hərfi, S, Ş, bir də J hərfinə denk gəlir. Birinci çakra. Yəni, bunu təkrarlayıb, sonra istəyirəm izləyicilərə çatdıram ki, əgər
Tutaq ki, birinci çakra boşdursa, bu hansı xəstəliyə səbəb ola bilər? Yəni biz xəstəlikdən heç danışmamışıq. Bu Danışaq, barədə elə bu söz gün vermişdik. Bir neçə dəfə ki, danışmamışdıq. Çünki çox danışırlar hər şeydən, amma numerologiyada xəstəliklərdən az danışırlar. Demək olar ki, o xəstəliyi ümumiyyətlə eğitimdə alanda, dərsini onu alanda, onun numeroloqlar, yəni müəllimlər öyrətmirlər ki, ay bu burada filan xəstəlik var, ay oradan. Onu, yəni mən həmişə deyirəm ki, dərya dənizdir numerologiya. Yəni sən bir yerdən yox, 5 yerdən öyrənməlisən. Bir çox yerə əl atmalısan. Ruslar əslində, onlar Rus numerologiyası nə edir? Hərflərə çox fikir vermirlər. Onlar rəqəmlərlə işləyirlər ən çox. Bizdə bu lazımdır ki, çakra, bax qoy onu başa salım. Çünki biz həmişə nə ilə əlaqələndiririk? Nənə babaların 7-70-dən gələn, yəni dünyasını dəyişmiş, kimlərdən nə gətirmişik, hansı yaddaşı gətirmişik bilinci altında. Bax, onları ortalığa çıxartmaq üçün və biz o çakraların düzümündə hansı hərf yoxdur, biz həmin yerdən nəyə düşürük? Tuzağa düşürük, yəni nə bilim, sınağa düşürük. Yəni o karma sayılır. Yəni bu bizim karmamızdır. Deməli, birinci çakrada dedim, deməli, hansı hərflər yox idi? A hərfi yoxdur, yoxdur deyirəm. Deməli, var. Birinci çakraya denk gəlir, deməli, A hərfi, S, Ş, bir də J hərfi. İkinci çakramızda olan hərfləri isə B, K, T. Mən daha B, K deməyəcəm. K da aiddir də oraya, ki, həm K, həm K. K elə K-dır da, bizim, yəni belə desək. Sonra üçüncü çakramızda əsas, deməli, orada hərflər Ç, C, U, Ü, bir də L hərfidir. Dördüncü çakrada... Üçündə də varsınız ha siz. Birincidə də, ikincidə də, üçüncüdə də sizin adınıza uyğun var. Var, məndə bir dənə 7, bir də 8 boşdur. İndi onu da deyim ki, qoy, əgər 2 çakra dalbadal boşdursa, bu daha keyfiyyətli bir çakra düzümüdür. Nəyə görə? Çünki ora qədər, məsələn, məndə bir də bir keyfiyyətli var ki, aşağıda 1, 2, 3 dolu olsun, yuxarıda əskik olsun ki, sən aşağını qoy ki, aşağıdan yəni o bünövrəni qoymusan, məsəl üçün də, indi lap keçmiş həyat deyirlər, ya nənə babalar deyirik, yəni artıq o bünövrə var, mən isə o mənəviyyatı yerinə qoymalıyam. Məndə də üçü də var. İkincidə B hərfidir, üçüncüdə də U hərfi. Təkələ adı deyirəm. O U hərfi, bax, üçüncü çakranın hərfləri çox önəmlidir. Çox önəmlidir. Niyə görə? Bizim bacarığımız, qəbiliyyətimiz, özümüzü göstərmə, bütün hamısı orada yerləşib. Dördüncü çakra isə qəlb çakrasıdır. Hətta mən onların rənglərini də deyə bilərəm. Yəni, o sağlamlıq haqqında danışanda deyərəm rənglərini. O nəyə görə vacibdir? Çünki əgər insanda çakra əskikdirsə, o rəngin, o çakranın rəngində yeməklər yesə, paltar geyinsə, o onun sağlığına yaxşı, müsbət təsir edir. Boşluq doldurar. Biraz. Mən belə şeylərə çox önəm vermirəm analizdə, yəni biraz, amma yəni ona da yəni istəyirəm qeyd edeyim. Amma insanlar o qədər belə şeylərə fikir verirlər. Məsələn, pul kodumu niyə demədiniz Kəmalə xanım? Bəs deyirəm ki, mən o qədər də önəm vermirəm, çünki pulu birinci özümüz oradan qazanmalıyıq, sonra o kod bizə kömək eləməlidir. Pul kodudur, uğur kodudur, rəngim, mənim daşlarım, məsəl üçün hansı şey, ondan da maraqlanırlar. Deməli, 3-dən keçdik 4-ə, 4 bu qəlb çakrasının, yəni 4-cü. Onu da deyim ki, 4 artıq nədir? Artıq mənəviyyatdır. Mənəviyyatla keçiddir. Yəni, maddi dünyamızdan mənəvi dünyaya keçid. Onun da hərfləri M hərfidir, D hərfidir, bir də M, D, bir də V hərfi. Bəli, 3 hərfi var. M, D, bir də V hərfi. Buradan keçdik, deməli, 4 qəlb çakrasıdır, 5 boğaz çakrasıdır, bir-bir aşağıdan yuxarı qalxırıq. 5-in, deməli, boğaz çakrasıdır. Burada bizim, məsəl üçün, E-dir, Ə-dir, ikisi də yəni gedir bizdə E hərfi, Ə hərfi, N hərfi. Bir də əgər xarici vətəndaş olarsa W, yəni onu soruşacağım, W bizdə demək olar ki, yoxdur. Bizdə yoxdur, yoxdur da indi. Məsələn, amma xarici vətəndaş olanda W olanda bilirsən ki, hə bu 5. Bəzi olur, məsəl üçün məndə olmuşdu analiz, xarici
vətəndaş bizim vətəndaş idi, xarici vətəndaşla ailə qurmuşdu. Orada yazılış başqadır axı. İngilis dilində yazılış başqadır. Orada bir problemin olmaması üçün amma səslənməsi var. Mən necə səslənir o üzdən analiz elədim. Yazılışa görə yox. Çünki bütün enerji, bütün frekans şeydədir, səsdədir. Bizim necə deməyimizdədir. Sonra 5-ci çakrada bir də 6 əsas məsələ, 6 hansı ki Azərbaycanda demək olar ki çox adamda yoxdur. F hərfidir. Bu F hərfini adətən biz elə bil ki o hərfdən qorxuruq da, belə ağır rəqəmdə elə bil ki. Elə X hərfi də həmçinin. F-dır, X-dır, hə. Sonra kar samitlərdir, bəlkə ondandır. Adamlar incə bəlkə də O-dur, Ö-dür. Bax bunlar bu 4 hərf 6-cı çakranın hərfləridir. Mən həmişə deyirəm ki, bizdə bax çox adamda bilirsiniz necə dolur çakra. Ovlardan ov, ova. Orada o var deyənə, məsələn biz altı çox adam dəyişib, hə. Şəxsən məndə məsəl üçün onun hesabına məsələn 6-cı çakram boş deyil. Amma məsələn o hərfi ilə biz uşaq vaxtı o hərfi ilə gələn adam axtarır. Yadıma gəl Oktay deyirdik, Orxan deyirdik, Osman deyirdik, Oruç. 5-cini bu günə qədər mən tapmamışam da, yəni yoxdur. O hərfi ilə də qadın Ofeliya idi. Başqa yox idi, onu düz deyirsiniz. Ortada da ümumiyyətlə işləmir demək olar ki. O ruslarda var Lomonosov, Kutu, yəni belə kimsə. Hə, amma yəni doğrudan da yoxdur bizdə, hə. Defisit hərflərdir. Bizdə ahəng qanunu var axı. Azərbaycan dilində. Deməli 5-in dedik, 6-ını da dedik. Ondan sonra 7-ci çakranın hərfləri, bu artıq tam mənəviyyat, taş çakra axırıncı, yəni bizim 6 3-cü göz idi. Yəni bu da 7 də taş çakra. G hərfidir, G hərfidir, bir də Y hərfidir. Y-dan başqa da var orada. Hə, P hərfi, bir də P. P hərfi də az olur adlarda, bütün pərvanə falan olur. Polad adı var. Hə, olur, az olur yəni. Ümumiyyətlə 7-ci çakranın da hərfləri az olur bizdə. O da Azərbaycanda azdır, amma var. Yəni ən çox defisitdə olan 8-dir, 6-dır, 2-dir. Deməli 7-ni dedik, 8-in deməli H, Z, bir də bizdə Q hərfi. Yəni Azərbaycanda o ən çox götürülür, əslində Q zəif götürürük. Onu ki bu məsələn, bir adamın adında Z hərfi var, bir də var Q hərfi var. Z daha güclüdür, yəni H daha güclüdür, ona Hızır bilinci deyirlər. Əgər H ilə Z varsa, bir adamın adında ya soyadında... Həmzə, Qəmzə, məsələn, bax, o yaxşı. Belə, onlar ona Hızır bilinci deyirlər. Mən, yəni, çox da, məsəl üçün, o Hızır Peyğəmbərin, yəni, duası var. O duanı, məsəl üçün, onlar oxusa daha yaxşı olur. Bunu məsləhət görürəm mən öz analiz elədiyim insanlardır. Sonra qaldı 9. 9-da da İ-dir, İ, I, bir də R hərfi. Burada da, yəni, əsas birinci rəqəm götürülür R və orada bir başqa bilgilər də var. Çünki 9 tam üst bilincdir. 9 tamam, yəni mənəviyyatın tam ən yüksək nöqtəsidir də. Mən dedim də 4-dən yuxarı o mənəvi tərəfimizdir, aşağı isə maddi tərəfimizdir. Əsas məsələ də odur ki, orada bir dəngə saxlamaq, dəngəni tutmağı bacarmaq. O elə numerologiya ancaq onunla məşğuldur. Yəni dəngə sözü mən artıq əzbərləmişəm. Dəngə, ondan da büyün danışarıq əgər. Mütləq danışarıq. Bir də bir şey deyim, mən də bir haşiyə çıxım. Dincəlməyiniz üçün, yoxsa izləyicilər mənə bir tər eləyir. Deməli, qabaq qəzetlərə yazıyordum, amma dedektiv yazılarda, bəzi siyasi yazılarda Səbu Rəhimli yox yazırdım. İmzamı belə qoyum, S. Kamaloğlu. O hərf var. İnanın ondan bir yaxşı qanarar gəlirdi. O çox yaxşı qanala gəlir. Neçə yerdə bütöv də yazıb, Səbu Kamaloğlu yazan kimi görürdüm, o çox bərəkətli olurdu. Gələndə də. Məndə o ondan bağlıdır. Maddiyyat. O hərfi ondan bağlıdırsa. Kamaloğlu, orada biri var Rəhimli, orada yoxdur da. 6-cı çakra boşdur sizdə onda. Bilmirəm, onu siz bilərsiniz. Səbuhi Rəhimli boşdur da. 6-cı çakra boşdur, özünüzdə 6-sız. Yəni ona da biz fikir veririk də, özü 6 çakra boş. Həmən uşaqlıqdan elə ov olan vaxtlarda da uşaq vaxtı ovu yox, qəzetlərə falana rəhimli yazırdım. Afişalara rəhimli yazdırırdım. Bəlkə də ona görə pul yolu elə o şeydə olmuyor, frekansda olmuyor. Pul əslində, məsəl üçün 6-cı çakra
8 ilə eyni olanda, olmayanda, məsəl üçün 8 də yoxdur da, 8 ilə 6 əgər yoxdursa, orada pulu yerinə qoymaq çox çətin olur. Kamal ağam, bax, indi bu dəqiqə bizə bir izləyicimiz sual yazıb. Deyir ki, Kamala xanım hər zaman deyir ki, negativdəsənsə bu işi gör, pozitivdəsənsə bu işi. Mən deyir, yazıq, hardan bilim, mən negativdəyəm yoxsa pozitivdə? Bu suala da qısa da olsa bir cavab verərsiniz də. Niyə vermirəm ki? Ona nə var bilməyə? Bu, bilirsiniz hansı suala oxşadım? Mənə də deyirlər ki, hə Kamala xanım, indi mən siz dediklərinizin üstündə işləyəcəm. Bəs mən hardan biləcəm ki, mən artıq düzəlmişəm yoxsa düzəlməmişəm? Deyirəm, bu qədər. Onu həkimə deyirlər daha. Bu qədər deyirəm, olmaz axı. Siz özünüzü, öz həyatınızı əlinizə alın. Doğrudan bu belədir. İnsan öz həyatını, istər qadın olsun, istər kişi xeylağı olsun, əlinə almağı bacarmalıdır. Nədir bu? Sən, məsəl üçün, bilməlisən, sən bugün, məsəl üçün, o zamana qədər, hansı ki, üstündə işləyənə qədər, səndə nə var idi, indi yeni bir şey olubmu, nəsə hiss edirsən, nələr baş verir həyatında. Negativdəsən, o deməkdir ki, yəni sənin həyatında negativ şeylər baş verir. İş görmək istəyirsən, işin alınmır. İşi düzəlməyə gedirsən, 3 nəfərsiz, o biriləri götürürlər, səni götürmürlər. Onda bil ki, sən hansısa çakranın negativindəsən, hansısa hərəkətin, ümumiyyətlə həyatının negativindəsən. Tutaq ki, sənin üstüvə düşən karmalar yoxdur. O karmaları yerinə qoymaq yolunda səndə problem var. Heç belə bəlkə də ruhumun belə xəbəri, o deyirlər, ruhumun belə xəbəri yoxdur. Ruhun əslində xəbəri var. Ruh bilir, karma hardadır. Səni ora itələyir. Get bunu keç. Özdə ən çox nə vaxt itələyir? 34 yaşından sonra, 34-35 yaşından sonra bunu hiss eləməlidir. Ruh ola bilməz ki, insan hiss eləməsin. Mənə dəfələrlə deyiblər ki, bax bu yaşa qədər pul da qazanırdım, o da var idi, bu da var idi, amma indi gəlmir. Deyirəm, çünki ruh bunu səni elə bir vəziyyətə salır ki, get o karmanı keç. Çünki ruh düşünür ki, Allah, mən qayıdacam ora qaydanda mən nə cavab verəcəm? Yəni, deməliyəm də ki, mən nə elədim? Hansı işləri yoluna qoydum? Bunu mən, inanın ki, analiz eləməmişdən qabaq bir səslər atıram, başa salıram ki, bax, necə olmalıdır proses, biz nədən danışırıq, nəyə fikir verməlisiniz? Hamısını bir-bir yəni analiz eləyib bir-bir başa salıram. Bəzi yoldaşlar var, siz səs göndərmişsiniz. Məsələn, bu bir qədim dostum var. Səsinizi mənə dinlətdi. Mən biraz əslində ürəyim ağrıdı ki, siz hər adama elə səs göndərsiniz də belə çıxır. 15-16 dəqiqəlik səs göndərsiniz, onu izah edirsiniz, kimliyini ortaya qoyursunuz. Çalışıram 15-16 olmasın. 9 dəqiqə olur bəzən. Misal üçün, bu olsun 5 dəqiqə. Hər kəsə 5 dəqiqə özdəki dərin danışırsınız. Hamısı bircə dənə söz deyir ki, Kamala xanım məni sanki o kimliyimi ikiyə böldü, özümü qarşıma qoydu. Bir şeyə də toxunmaq istəyirəm. Bu numerologiyadır da, Səbur müəllim, bu numerologiyadır. Düzdür, onu yorumlayan da lazımdır. Yəni. Amma mən həmişə birinci yerə o Allahın lütfüdür deyirəm. Kim belə deyir, soruşur, belə məəttəl qalır, indi analiz olunanlar. Deyirəm ki, bəs nə bilmişdin? Allahın lütfü budur da. Məsəl üçün, indi bugün vaxt problemimiz yoxdur ki. Yox. Çox şükür. Başqa kamera ilə çəkirik, arxayın. Deməli, dünən bir xanıma, cavan xanımdır da, 30 yaşında, yox, 28. Bu boyda şey yazıb ki, bəs mən Allaha çox inanırdım, namaz qılırdım, onu elirdim, bunu elirdim. Bax, amma vermir. Allah mənə istədiyimi vermir. Bəs mən küsürəm Allahdan. Yəni, artıq buna neynəməlisən? Sənin bir-iki yolun var. Ya bu analizi yarımçıq qoymalısan, ya da ki, mənim məsəl üçün 2 saatlıq analizim oldu 3 saat. Yəni, mən halal eləyirəm, yəni şey deyil, problem. Özü də deyir ki, Kamala xanım 2 saatdan keç. Deyirəm ki, yox, mən onsuz da, yəni ona belə bir şey qoymuram. Onu mən başa saldım ki, orada Allah deyil səndən uğraşan. Sən özündən uğraşan və bir-bir onun qarşısına elə qoydum ki, birazdan keyfi də açıldı, gülməyə başladı. Yəni, tam belə başlamışdı ki, elə bir ki, qapalı depressiyada, yəni 7-nin şeyləri var idi. 7 rəqəmi ümumiyyətlə numerologiyada depressiya ilə əlaqəlidir, inkişafla əlaqəlidir, bir də təkamüllə. Əgər o 7 rəqəmi səndə çoxdursa, sən istəyir acılarla olsun, istəyir
nə ilə olsun sən təkamül eləməlisən. Bu sənin boynun borcudur. Əgər eləməsən, ömür boyu sən depressiyada qalacaqsan, oradan çıxa bilməyəcəksən. Amma indi nə yaxşı ki, məsələn, dünən mən o qıza başa saldım, o xanıma ki, bax, burada heç kim günahkar deyil. Bax, sənin rəqəmin bunu deyir, özün söz verib gəlmirsən. Sənin ayrı bir yolun yoxdur. Sən hara baxsan, sən öz verdiyin sözü görəcəksən. O yüzden sən Allaha güvənməlisən, vəssalam. Ayrı bir yolun yoxdur. Allah demişkən, elə bəzi ilahiyyatçılarla da söhbət eləyirik bu barədə. Məsələn, bizim qəzetdə o vaxtlar çıxırdı, Qurani Kərimdə 19 rəqəmi. Məsələn, bəzi din alimləri yazır ki, Qurani Kərimdə 8 dəfə cənnət adı işlənir, 7 dəfə cəhənnəm. Çünki 7 dəfə onun qapısı, 7 qapı ondadır. 8 qapı cənnətdə. Məhz 8 dəfə çəkilməsi. Sonra mələklə şeytanın adı bərabər çəkilir. Orada rəqəmlərin, məsələn, niyə 25 dəfə İsa Peyğəmbərin adı çəkilir, 5 dəfə bizim Peyğəmbərin adı çəkilir. İndi hamısı bizim Peyğəmbərdir, indi sonuncunu deyirəm. Məsələn, bunların hamısından zaman-zaman yazılar yazılır, elmi yanaşmalar var, mənasını o yorumlayanlar, təfsirlərə varanlar var. Bəs numerologiyada bir halda ki, din adamları da rəqəmlərin üzərində durur. Məsələn, niyə 114-dür? Onun hamısını izahını verirlər. Niyə yalnız birində Bismillahirrahmanirrahimlə başlamır? Tövbə surəsində də bilirsiniz, 113-də səslənir. Bunun hamısının o vibrasiyalarını, rəqəmlərə söykənən elmi məsələlərini ortaya qoyanlar olub. Bəs belə sadə yanaşsaq, bəzən yazırlar, izləyicilərdəki bəs numerologiya dinə ziddimi, dinlə əlaqəsi varmı? Din adamları necə baxır, numerologiyanın özü dinə necə baxır, onun yəqin cavabını bilər. Çünki siz zaman-zaman Allaha filan duanı oxuyun, Allaha sığının, Allahdan küsməyin deyirsiniz. Bizdə tək dua deyil də. Məsəl üçün, mən deyim ki, məsələn, bir adamın problemi var, filan çakralarından karması var. Mən durub ona deyəcəm ki, ancaq sən bu duaları oxu. Xeyr, belə deyil. Öncə onun başa düşməsi lazımdır. Ona anladıram ki, bax yenə deyirəm, ona anladıram ki, bu karmanı sən niyə gətirmirsən? Niyə gətirər bir adam tutaq 8-dən karma və yaxud da 6-dan karma bir adam niyə gətirər? Onu o başa düşür, dalıcan ona başa salıram ki, bax sən bugünkü gündə nə etməlisən ki, sənin çarən nədir ki, sən həmən o karmadan rahatca belə yüngülcə keçib gedəsən. Bunu başa düşür və İnanın ki, o başa düşən adam var. Adam var ki, analizə qulaq asmır. O düz elələr də olur. Görürsən, oradan buradan sənə suallar verir. O dəqiqə biləm ki, bu analizin içində deyil. Qulaq asmır mənə. Çıxıb o, məsələn, ya dədəsindən danışır, ya nənəsindən danışır. Filan kəs. Mən deyirəm, 7-70 nəsil bu deyir ki, babamın dayısı oğlu filan şey eləmişdi. Oturub mənə nəsə mövzunu vurur da. Yəni, o deyirəm, yenidən məsəl üçün, mən onu ora gətirirəm ki, sən bu qulaq as. Onu anla, çünki biləm, anlasa şəfalanacaq. Anladısa, bax, bilsinlər, burada izləyicilər də eşitsin. Numeroloji analizdə, əgər sən anladınsa, sənin həmən o yerdən olan problemin dayanır. İnanın ki, məsəl üçün, 7-dən tutaq ki, sən çakran boşdur. Həyatında 2-3 dəfə aldadılmışsan, çünki onlar aldadılacaq, təkamüldür. Yəni, o aldanmalı, o dərsi keçməlidir. Sən amma numeroloji analizdə onu başa düşsən ki, ay, sən niyə görə bu aldanmalar baş verib? Nədəndir bu? Hansı çakra ilə əlaqəlidir? Akazıca, yəni, sən demə, nə etməlisənmiş? O zaman sən artıq başa düşürsən ki, bəli, mənim deməli təkamülümdür bu, mənim şəfalanmam da buradan. Proses dayanır. İnanın ki, ondan sonra... Yox, bilirəm. Çünki işte nəvərdə deyir, doğrudan da o gərginlik elə bir dayandı. Sanki o kompüterdən açırsan, o perezagrusk eləyəndə, yəni güncəlləyəndə hər şey dayanır, heç nə belə nə xarab olan, nə işləyənlər dayanmır. Bir də indi dinə yanaşmışkən, məsələn, dində, Qurani Kərimdə Allah deyir, siz məndən istəyin, özü də deyir, israrla istəyin. Bax, buna sizin yanaşmanız necə? Ona da yanaşacağım. Qoy, əvvəlki o sualımızı hələ bitirməmişəm. Çünki orada siz dinlə. Çünki mən aralandım biraz. Mövzu geniş mövzudur. Bəli, bu yaxında elə, ondan əvvəldə olmuşdu.
Bəs Kəmalə xanım, mən istəyirəm uşağımın məsələn 17 yaşı var, onu hansı səmtə yönəldim, hansı peşə, hansı... Çünki doğrudan da çox adam var ki, uşaq tutaq ki, yaxşı oxuyur bütün fənləri, amma bilmir də hansı sahəyə getsə, onu... Çünki uşaqlar elə bir şeydir ki, onlara gərək bir, necə deyəsən, yön göstərəsən, bir istiqamət verəsən. Bu vardır, bunu istəyirəm, amma mən dinin içərisindəyəm, mən namaz qılıram, mən qorxuram ki, bu günah olar və mənə ziyan olar. Deyirəm ki, birincisi, bu numerologiyada mən yorumladığım numerologiya Rus numerologiyası deyil. Bu bizim ruhsal numerologiyadır. Niyə ruhsaldır? Qoy onu öncə başa salım. Biz deyirəm sənə bugünkü gündə bədənində, fiziki bir bədənində və yaxud sənin bugünkü bundan danışmırıq. Biz birinci keçmişə gedirik. Çünki nənə babalar ruh ağzında ruhsal deyirsən. Onlardan sən nə gətirmisən onu deyirik. Bunu bax dinimiz demir məgər? Din demir ki, biz nəslimizə, kökümüzə bağlıyıq deyir bunu və dəfələrlə deyib, həmişə də deyirik və dinimizdə mən bir dəfə verilişdə də dedim, Peyğəmbərimizin bir hədisi var. Öz qohum qardaşınızdan, qan qohumlarından 3 gündən artıq nə qalmayın? Küsülü qalmayın. Niyə görə? Mən onu orada bizə inanın ki, o dinin içində olanların çoxsu bilmir, heç xəbəri yoxdur. Sadəcə deyir ki, mənə günahdır. Mən bunu araşdıranda, kökünə inəndə gördüm ki, insanın əgər öz yaxın adamlarından aralı gəzərsə, onlarla küsərsə 3 gündən sonra, o da kıstaçı Sergey Nikolaevich Lazarovun bilgiləridir. 3 gündən sonra həmin adamın içərisində özünü məhv etmə prosesi başlayır. Oturuşur da və o geri qaytarmaq çətin olur sonra. İndi onu sən insana başa salanda ki, bax belə məsəl üçün qardaşından küsüb barışmaq istəmir. Deyirəm, səndə o proses gedir. Sən heç kimə heç nə eləmirsən ha, özünə. İşinə də zərər, yoxsa da biri bu cəhd eləyir, o yaxın gəlmir. Bəs o cəhd eləyənə ziyan deyil. Niyə ziyan olsun ki? O gəlməyənə ziyandır. Onun içərisində o proses başlayıb və anında bax bilmədiyi yerdən, o deyir, heç gözləmədiyi yerdən xəstəlik vura bilər onu. Və yaxud da əvvəllər, məsəl üçün, insan eləyirdi, elə məkirli, kinli olurdu, övladına keçirdi. İndi amma o qədər ki, tezləşib bütün proseslər, artıq özünü vurur və mən də düşünürəm ki, çox haqlıdır ki, özünə vursun. Çünki o içində daima kin, yox, mən onunla görüşməyəcəm, kin, kudurət, hiccə olduqca təbii ki, o əvvəl-axır xəstəliyə keçir. Sözüm ondadır ki, bax, bunu bizim kökümüzlə əlaqəni, mən ruhsal numerologiyada mən bunu təbliğ eləyirəm. Başqa bir şey təbliğ eləmirəm. Burada demirəm ki, sabah sən Moskvaya gedəcəksən, orada başına nə gələcək, o olacaq, bu olacaq. Əgər bunu mən deyərəmsə, o sən onda deyə bilərsən ki, bəli, bu öngörüdür, bu mənə lazım deyil və mən buradan günaha girirəm. Biz numerologiya ümumiyyətlə öngörülər etmir. Numerologiya hesablama edib sizə bugünkü gününüzdə o karmadan nəyi keçmə, ardın düzgün. Sanki taksidə oturmuşsan, navigator var orada, deyir sağa dön, sola dön, nə bilim 200 metrə filan yerə get. Bax, belə bir navigatordur. Və dinimizdən başqa həmən bu qohumluq əlaqələri, ondan sonra nənə babadan keçmə, istər fiziki, istər mənəvi, istər maddi, hər bir bizə keçən o yaddaş var, onu bizim elmimiz də sübut eləyib, dinimiz də sübut eləyib. Yəni, biz dindən də bunu bilirik, elmdən də. Mən dəfələrlə demişəm, elmdən din mənim üçün üst-üstə düşürsə, onu mən çox rahatçılıqla, onu mən ötürürəm kimlərəsə. Və qadına mən belə bir sual verdim. Sizcə, mən ağılda insan, əgər mən bilsəm ki, mən dini də öyrənmişəm, o mənə ziyandır. Yəni, mən bundan günahlara girirəm, mən bu işlə məşğul olaram mı? Yəni, nəysə, sözüm ondadır ki, dinlə, bəli, numerologiyanın çox böyük əlaqəsi var. Hətta biz boyutlara ayırırıq. Birinci çakra rəhman boyutudur. İkinci çakra rəhim boyutu. Nədir bu? Rəhman boyutu nədir? Erkək, eril enerji. Rəhim boyutu nədir? Qadınlıq enerjisi, ana enerjisi. Bütün bunlar hamısı o çakra bizim bədənimizdə. Yəni, istər fiziki... Bir verişdə də danışmışdınız ondan. Danışmışdıq, bəli, o təkamülə görə danışmışdım mən. İndi də, yəni onun dinlə örtüşməsi. Dinlə örtüşməsinə onu da deyim ki, onu hər bir numerolog etmir. Çünki mən dəfələrlə demişəm, mənim yorumlarım dinimizə və evrensel yasalara, yəni bəşər qanunlarına dayanaraq
Yəni onlar olur. Çünki mən elə rəqəmlər olur ki, ona mütləq o bəşər qanunu deyirəm ki, bax səndə bu bəşər qanunu işləyəcək. Bax bunu elə. Tutaq təzahür yasası məsələn, təzahür elətdirməyə 3 rəqəmləri çox gözəl bacarırlar, amma çoxsu da heç istifadə eləmir. Mən ona hamısını deyirəm onlara ki, bax bunu elə, onu elə. Yəni inanın ki, mən bir dənə o həmin analizdə onların həyatının altını üstünə çevirirəm ki, bax budur. Nə var ki, orada get elə də yaz. Hətta deyirəm ki, ikinci dəfə qulaq as. Bütün tövsiyələrimi yaz. Yaz, əlində o dəftər gözünün qabağında olsun. Get gəl bax. İnanın, bax bir həftəyə həyatın yoluna qoyan var. 2 həftəyə var. Bir aya həyatını yoluna qoyanlar var. Dünən elə xanım mənə müraciət edib, çox yəni belə razılıq edirdi. Onun xanımın oğlu ilə münasibəti yaxşı deyildi. Oğlu evə gəlmirdi çox vaxt. Yəni xanım ağlayırdı, çox ağlayırdı və xəstəlik, yəni həkimlərdə qalmışdı. Dünən dedi ki, hardasa heç bir ay olar. İkisinə də analiz elədim. Heç yəni başa saldım ki, qadını adətən belə anlarda analarda olur günah. Necə? Çünki ya çox istəyir övladını, ya çox həyəcan keçirdir övladına görə, ya çox ona görə o deyləri vuruşdurur. Bütün o hisslərini, duyğularına görə sən hara getdi, hardan gəldi, niyə belə elədi? Ay mənə Çərçivəyə salırdı. Çərçivədən çıxardır, salır, sonra özü, yəni o başa saldım ki, sən onu çox istəməklə sən uşağı xəstə eləyə bilərsən. Uşaqda da bəli, indi nə problemlər var idi, belə-hələ. Bütün bu şeylərdir ki, ruzun bərəkətim də çoxalır Kəmalə xanım, əgər şeyə düşəndən sonra, həmən o karmaların siz dediyiniz kimi. Ruzun bərəkətim də çoxaldı. Oğlum da gəlir, gedir. Düzdür deyir, %100 oğlum dəyişməyib, amma mən sağlığım da deyir dəyişib, mən %100 dəyişmişəm. Dedim, bəs siz elə o %100 ilə gedin, çıxmayın, oradan aşağı düşməyin. O yerdə qalan oğlunuzun o vəziyyəti də düzələcək. Belə. Dəyərli izləyicilər, siz də yəqin ki, Kəmalə xanımın nömrəsini görürsünüz. Bax belə, mən özüm feciyyəb oluram. Qulaq asanda baxmayaraq ki, müəyyən bilgilərim var. Amma Kəmalə xanım hər dəfə danışanda belə, doğrudan da yeni bilgilər öyrəndik, sistemi ən azı bilirik, nəyi necə. Ümumi dağınıq şəkildə, parakəndə şəkildə biz hardansa nə isə bilirik. Amma bunları yığıb bir yerə, konkret hədəfə ünvanlamaq gözəl şeydir. Baxın, suallarınız varsa yazın, WhatsApp zəng eləmək, yaxud da səs göndərmək də olar. Bayaqki sualı bir də deyim ki, istəmək məsələsi. Allah deyir, məndən istəyin, özü də israrla istəyin. Bəli. İstəməyin də forması var. Mən üzr istəyirəm, bir yoq dostum var idi, Moskvadan gəlmişdim. Söhbət edəndə dedi ki, ev eşik niyə yoxdur? Dedim, valla istəyirik də. Dedim, dinimizi də bilirdi, qəzetimizi də oxuyurdu. Dedim, bəs Ramazanda dualarda istəyirəm də, dedim, evim olsun. Deyir, yox, bax, sən qəzetini qoruduğum, nə olur olsun bu qəzeti çıxardacağım deyib, itirdiyin enerji qədər, mən adımı qoruyacağım, mən astrologiyanın elm olduğunu sübut eləyəcəm, enerjisi qədər, 10%-ni evim olacaq, nə olur olsun desən, çoxdan olardı. Deyirəm, yox, istəyirik də, indi amma deyir, yox, o cür istəmirsən, yəni Allahın o metoduna uyğun deyir, istəmirsən də. İndi bu istəməyin də formaları var. Adam var, gündə 1000 dəfə deyir, filan şey istəyirəm. Amma olmur. Bəzən də görsən, dindən uzaqlaşırlar. Bəzən deyir, Allah hara baxır, mən gündə biri var idi. Deyir, 150 dəfə hər gün, ya Rəhman deyirəm, heç nə yoxdur. Deyirəm, ya Rəhmanla nə olsa, mən gündə 1500 dəfə deyirəm. Deməli, o deyil də. O, onun bəzəyi, düzəyidir, enerjisidir. Amma onun kökü, nüvəsi gərək sağlam ola. İndi sizin yanaşmanız mənim üçün çox maraqlıdır. Həmişə siz deyirsiniz ki, siz istəmirsiniz, istəyin. Buyurun. Əslində bu çox elə bir şeydir ki, niyə görə? Əvvəllər olsaydı bir neçə bundan qabaq insan məsələn deyərdi ki, hə, israrla istə, Quranda belə yazılıb ki, istəyin, məndən istəyin. Amma o demək deyil. Onu insanlar elə başa düşür ki, get hər səhər və yaxud da hər axşam elə bütün günü deyir ki, Allahım filan şey ver, filan şey ver, filan şey. Yəni kimsə maşın istəyir, kimsə ev istəyir, kimsə nə bilim özünə gözəl bir bəxt istəyir. Bunu ver, bunu ver. Ondan deyil ki, ondan deyil. Yəni dünən də elə o bir nəfər analiz eləmişəm. Onunla da o deyir ki,
o xanım, mən indiyə qədər nələrə çatmışamsa özüm çatmışam. Artıq burada o şeylər var da, o təkəbbür var, o ego. Özüm çatmışam, əziyyətlə istəyə bir şeyləri təkrar eləyə. Yəni bugünkü gündə Allahdan istəməklə manifestləşmək belə bir forma düşüb ortalığa. Çata-çata deyir ki, gəlin manifestləyək, gəlin Instagram doludur. Yəni ki, aldım, qəbul etdim. Bu dəqiqə gəldi. 7 aldım, qəbul elədim. Ay nə bilim, o türklər ona qəşəng deyir, 7 ayvanı yedi. Yəni ayvanı yemək də olar da pis bir şeydir. Yəni nə mənada pis? Yəni ki, ziyana uğradı. Yəni ya nanəni yedi deyirlər. Sözüm ondadır ki, o bax, elə bu mövzuda dünən söhbət eləmişik. Biri var ki, bax, öncə onu deyim ki, istəmək qıtlıq bilincidir. Ehtiyacın var ki, istəyirsən, ora yozmaq olar. Qıtlıq bilinci. Qıtlıq bilinci. İstəyirəm. Heç fikir vermisiniz ki, heç fikir vermisinizmi ki, o istəyirəm deyənlər həmişə sonra deyir ki, istəyirəm vermir. Neynəmək lazımdır? Hətta yaşı başın almış qadınlar, kişilər, Allahdan filan şey olsun, filan şey istəyirəm, filan şey arzulayıram, filan şey deyirəm, məsələn, başqalarına da olsun, Allah səni xoşbəxt eləsin. Güya ki, biz məsəl üçün Allaha əstəğfurullah əmr veririk ki, Allah səni xoşbəxt eləsin, Allah səni filan şey eləsin. Bu, bax, Prosta elə sözdə də enerji var da ona görə. Əslində bu... Amma bəzəkdir, yenə dediyim kimi. Əsas onun içidir. Nə olar ki, sən desən, niyyət eləyirəm? Deməli, o istəyin kodu odur. Bəli. Açarı odur. Bəli. İstəyin açarı odur, kodu odur. Niyyət deməli, o bağlı qalır, aktiv qalır, diri qalır. Görün nə olur. Mən niyyət eləyəndə, məsəl üçün, Allahdan durub üzrə, bunu deməli, bu elə-belə şey deyil də, buna elm, yəni o bilinci-altı biliklər də var. Orada da deyir ki, niyyət eləmək, əslində, bax, bu da dinimizlə əlaqəli, ondan sonra elə mən durub o spiritualistlər, yəni, ay manifestlədim, ay özümə kod qoydum, bu deyil. Sən niyyət eləyəndə, bir də seçirəm sözünü deyəndə, düzdür, o seçirəmi mən ikinci plana salıram. Birinci növbədə mənim üçün, əgər mənim fikrimi soruşursunuzsa, niyyət eləyirəm deməkdir. O niyyət eləyirəm, o deməkdir ki, sən o niyyəti, bax, belə bir deyim də var ki, Allah, sən o niyyət elədiyin şey var, o dilivə gəlibsə, Allah onu sənə dedizdiribsə, verəcək onu. Sən əgər niyyət eləyə bilmisənsə, o şey istəyirsənsə Allahdan, Allah onu hərrəyəcək, fırrayacaq, verəcək sənə. Sən orada gündə 100 dəfə desən də ki, istəyirəm, bir də var deyirsən ki, niyyət eləyirəm. Niyyət işin yarısıdır. Baxın, bizim dinimizdə nə var? Niyyət və əməl. Niyyəti, bir də əməli. Sonra da çox adam elə bilir ki, istəmək, məsəl üçün, o necə deyir, Allahdan istə. Sadəcə dur istə. O sadəcə dur istə deyil axı. Biraz da pis çıxır, əmr vermək kimi çıxır, sifariş kimi çıxır. Amma niyyət eləyəndə, sən Allahdan niyyət eləyirsən, Allah orada bir yandan özün rahatsan ki, mən Allaha zakaz vermirəm. Yəni, niyyət eləyirəm Allahdan. Niyyətim budur. Əməl də məndən asılıdır axı, yerdə qalanı mənlikdir. Mən nəsə eləməliyəm. Bir yandan da o tərəfdən də yəni sanki yəni o 50-60% bu artıq çatıb orada yerindədir. Əgər mən ona haqq edəcəmsə, Allah onu mənə verəcək. Sonra da durub Allahı günahlandırmasınlar, Allah vermədi. Mən onu haqq etmirəmsə, bax, ən çox maddiyyatla bağlı olan şeyləri haqq eləmək lazımdır. Əgər sən haqq edirsənsə, onun da duası var. Mən onu da örgədirəm. Bax, mən necə dua edim ki, o maddiyyatı alım. Mən özüm 2 il o duanı eləmişəm. Dal-badal. Ki, doğrudan da həmən o kanalı, çünki məndə 8-ci çakra boşdur. Yəni, məndə də boş idi. Mən onu, yəni, oturduğum yerdə borca düşmüşdüm. İndi belə danışmamışam. Düz analiz eləyəndə öz qrupumun qızları ilə danışıram, yəni xanımlarla. Yəni, o qədər suallar verirlər ki, elə deyirəm ki, mən özüm sınamadığım şeyləri heç vaxt heç kimə vermirəm. O qədər bunu həyatda da görmüşük. Sonra o pasiyent, analiz elətdirənlər deyək də, onların da həyatında görürük. Kim neçə aya istədiyini alır, yəni istədiyinə çatır. O bilinçli adam var, oyanmış. Onlar o qədər tez başlayır. Bir də Allahdan
ən birinci. Bax, məsəl üçün dua var da. Dua gedib o demək deyil. Get dur orada denən Allahım mənə filan şey ver, niyə vermirsən onu? Sən bir öncə onu keçən dəfə də dedim. Ən möhtəşəm enerjilər Allaha çatmaq üçün, Allahın ipindən o bir balaca da yapışmaq üçün bağışlanma və şükürdür. Öncə bağışlanma et. Yəni de də heç olmasa 2-3 kəlmə. Allahım mənə bağışla. Bildiyim, bilmədiyim günahlarımı bağışla. Çünki biz gün ərzində o qədər günahlar eləyirik. Mən demirəm, böyük günahlar gedib kimisə estağfurullah öldürürük, kimisə ziyan vurur. Yəni belə şeylər var. Amma bağışlanma, çünki bax, Səbo müəllim, nə qədər möhtəşəm bir şeydir. Biz, bax, bir dənə adicə bir adama qarğış və yaxud da ki, hətta pis bir adama da qarğış eləyirik və yaxud qeybət eləyirik, hə? Bax, bütün dünyanın frekansı, bütün dünyanın enerjisi, dünya deyirəm ha, mən ölkə demirəm hələ, bir-biri ilə o qədər ona kəpənək təsiri deyirlər. Yəni, bir kəpənək uçanda onun qanatlarının o gələn külək, yəni yanındakı hər bir şeyə təsir edir. Yəni, bu o deməkdir ki, biz bütün, və indi nəyə görə deyirəm, çox adam deyir ki, mənim nə günahım var, mən neynəmişəm ki, mən gedib, yəni bağışlanma istəyim, nə deyim. Deyirəm ki, bax, balaca bir şey ətrafdakı insanların həyatına təsir edir. Bax, sən burada oturub qarğış eləyərsən, sən alt mərtəbədə qonşun, ondan təsiri var. Ona təsiri var. Hər şeyin bir-birinə əlaqəsi var. Enerji bulaşıcıdır. Və biz bu şeylərə qədər fikirləşəriksə, o zaman öz həyatımızı ələ almaq odur. Bax, hər bir işi görəndə, inanın ki, 1 il, 2 il, o, necə deyim, o qanunlara uyğun yaşayarlarsa öz həyatlarının yoluna qoyur. Yəni, o sistemə qoşularlar. Mənim o, belə, o ikinci seans deyirəm, orada mən o sistemə qoşulmada elə bağışlanma ilə şükürü orada daxil eləmişik, amma bir başqa formada da, yəni kök, nəsil, orada bir çox şeylər var. Yəni, deyim ki, mən durub deyirəm ki, get filən duanı oxu, filən, məsələn, Ayətül Kürsünü zaten onsuz da oxuyur, çox adam, nə bilim, Fatihəni oxuyurlar, nə edirlər. Amma onu başa düşərək bağışlanma və şükür eləyərlərsə və biraz temadan yayındıq, niyyət, birinci növbədə mənim üçün niyyətdir, istəmək odur. Bir də, ən çox bilirsiniz nə yaxşıdır? O, ən çox da 7-ci çakrası boşlara bu lazımdır. Allaha güvənərək istəmək lazımdır. Məsəl üçün, yəni istədiyin şeyi sən istəyən anda, o istəmək enerjisində olanda beyin mütləq, məsələn, tutaq ki, ev istəyirsən, amma pulun yoxdur, ya azdır əlində pulun. Beyin anında dövrəyə girir, deyir ki, səndə pul yoxdur, sən evi hardan alacaqsın, kimdən alacaqsın, pul hardan gələcək. Yəni, beyin, sən ağzınla Allaha dua edirsən, beyin səndən işləyir, bax belə. O zaman deməyə bacarmaq lazımdır ki, beyin, sən getdikcə. Elə onu bax, indi mən deyəcəm, gör necə o beyin, o deyir, bəzi adamlar olur, onlara bir cavab verirsən, otur, yanında mat qalır. Beyni də mat eləmək üçün deyirsən ki, Allahım, mən sənə o dərəcədə güvənirəm ki, versən də olar, verməsən də olar, versən nə yaxşı, yəni verəcəsən də, verməsən, bilirəm ki, sən ondan da gözəlin mənim üçün hazırlayırsan, ondan da gözəl bir planın var mənim üçün. Yəni, burada bəzi çox adam deyir ki, bəs sağlamlığa görə də mi belə deyə bilərik? Deyirəm, sağlamlığa görə, sən bugün məsəl üçün başın ağrıyır, ona mən yenə deyirəm, mənim nənəm, Allah rəhmət eləsin, pis bir şey olanda, pis bir hadisə olanda şükür eləyirdi. Mən uşaq vaxtda anlamırdım nəyə görə. Heç demə qabağını kəsmək üçün. Yəni, çünki o bəla... Allahdan gəl, tək Allahdan gəlsin deyir, elə o mənada da. Qarşısını həm də, sonra da mən onun karma biliklərindən öyrəndim ki, heç demə, bəla gələndə, bir şey gələndə, onun dalı açıq olur. O yol açılır, dalı gələ bilər. Və sən anında şükürlə və anında eləyir şükür. Məsələn ki, uşaq yıxıldı. Yəni, nə bilim, kimsə nə oldu, kimisə... Əməliyyat olundu və s. Şükür sənə, ya Rəbbim, şükür sənə. Yəni, bir negativ hadisə baş verirdi. Biz adətən həyətdə oynayırdıq, yıxılırdıq, yəni şükür sənə deyirdi. Şükür sənə şeylə deyirdi də, belə həyəcanla. Yəni, sonra da mən anladım ki, şükür heç demə həmən o bəlanın qabağını kəsir. Ondan sonra da yəni, bu da bir rol oynayır, yəni, niyyətdən danışırdıq, getdik, ora çıxdıq, yəni, bu o qədər. O qədər düz deyirsiniz Kəmal xanım, bizdə kətdə ev yanmışdı, adamlar üçün olmamışdı, amma içəridə hər şey yanmışdı. Görüm, yaşlılar, qadınlar hamısı deyir ki, Allahdan xeyirlisi, Allahdan xeyirlisi.
o ev yəsində cavan gəldin dedi, nə xeyir işə, bütün qızıllarım yanıb, pullarım yanıb, mən cehizlərim yanıb, deyir, yox, Allahdan xeyirlisi. Açığı mən də siz demişkən anlamırdım. Mən sonradan baxdım ki, xeyirlisi budur da. Və içəridə balaca uşaqlarla bir yerdə qalıb yansan nə olardı? O daha dəhşətli olardı. Yəni insan həmişə şükür eləməlidir. Yəni bir bədbəxt bir hadisə baş verəndə ya bir neqativ baş verəndə deyir ki, dinimiz də var da, deyir aşağıya bax, yuxarıya yox. Məsələn, sən tutaq ki, bugün pul qazana bilmirsənsə, özündən də pis vəziyyətdə yaşayan insanlara bax, onunla təsəlli tap. Mütləqdə var elə adamlar. Bəli, əlbəttə ki, var. Yuxarıya baxıb onda var, məndə niyə yoxdur deyərsənsə, sən özün məhv olarsan. Bəli. Yəni burada bütün bu qaydalar, qanunlar bizim özümüz üçündür. Heç vaxt bir başqası üçün deyil. Sən özün o ruh sağlığın, beyin, zehin, ona hamısı yerində olsun deyənə bu məsləhətləri deyirik də ki, o insan o heç olmasa ruhdur, zehindir, bir də bədəndir. Bunlar vəhdətdə olarsa, sən hər şeyi tezliklə yoluna qoya bilərsən. Yəni Çox doğru deyirsən. Elə o bayaq niyyət də deyəndə bütün dinlər də əslində onu deyir. Təkcə istəmək yox. Avestan özündə niyə deyir? Xeyirxah fikir, fikrin xeyirxah. O niyyətdir, siz deyən niyyət. Xeyirxah söz, sonra xeyirxah əməl. Bəziləri əməl eləmədən elə oturub sifarişlə, sən nədir? Müdür zasan işçidən nəsə istəyirsən? Bir də nə sözünüzdə kəsirəm. Yox, tutar. Bax, bu əslində tərsinə olmalıdır. Düzdür, sənin niyyətin var, niyyətin təmizdir. Sən bir əməl et. Məsələn, mən demirəm ki, ev istəyirsənsə ev al. Söhbət ondan getmir. Adicə bir iş istəyirsən, bir şeydən ötürü çalışırsan. Ondan ötürü çaba elə, yəni hərəkət elə, sonra gəl üzüvü tut Allaha de ki, Allahım, mən bunu etdim. Nə olur mənə bu işin xeyrini ver. Allah. Bax, bu ən gözəli budur. Bu da bilirsiniz nəyə oxşuyur? Məsələn, çox adam deyir ki, mən öncədən nəzir verirəm, mənə düşmür. Gərək sonradan nəzir verəm. Deyirəm, onun nə düşməyi, düşməməzliyi ola bilər ki, sən niyyəti təmiz elə ver. Sözün öz səhvdir, düşər, düşməzi var. Nə düşəcək? Ümumiyyətlə, nə düşəcək, siz demiş, nə düşməyəcək. Artıq ənənəmizdən daha çox gedir, amma yenə 1 saat nəzərdə tutmuşuq. Həmişə 45-50 dəqiqə olur da, lap 1 saat da keçə bilər. Baxın sizin cavablara. Yəni bizdə vaxt məhdudiyyəti yoxdur. Bayaq biraz toxundunuz, amma az toxundunuz. Çünki mövzu, söhbət ayrı söhbəti. Peşə seçimi. Məsələn, bir neçə qadın dedi, mənim rəfiqələrimə uşaqları üçün yaxşı analizlər hazırlayıb, mən də hazırladacam. Bəs Kəmalə xanım peşə seçimi ilə bağlı bizə yardımcı olub. Uşağı biri 4-də oxuyur, bir də deyəsən 7-də, nəsə belə. Dedi, müraciət onu eləyə bilər. Yəqin ki, o analizdən daha çox ora köklənib ki, bu uşaqların gələcəyi necə olacaq. Ona görə dedim ki, əvvəla mənə yox, elə nömrəsi gedir də, birbaşa soruşa bilərsiniz. Amma məncə eləyir, o sualınızı da səsləndirər. İndi bax, peşə seçimi ilə bağlı, məsələn, o boş rəqəmlərə, çakralara mı baxırsınız, yoxsa nə cür bu metodu nədir? Kömək eləmək, necə kömək eləyirsiniz? Onun əlbəttə ki, hər bir insanın özünüz bilirsiniz, artıq izləyicilər də bilir ki, uğur rəqəmi var. Ən çox ora baxırıq. Bir də bəli, çakraların düzülümü o qədər də rol oynamır. Çünki o, məsəl üçün, bizim əsas bilinçaltımız pin kodumuzdadır, yəni rəqəmlərimizdədir. Oradan bilinçaltıda nə gətirib bu adam? Bilinçaltında hansı qəbiliyyətlər var? Çünki bilinçaltı yönəldir bizi. O, necə, nə qədər də desək ki, amma sevindirici hal odur ki, 2000-dən sonra, 2010-dan sonra gələn uşaqlar ruh bilir nə ilə gəlib. Hazır gəliblər. İnanın ki, bilirlər. O da çox sevindirici haldır. Baxırsan, artıq mən onlara analiz eləyəndə balacalara da deyirəm ki, yəni məsəl üçün daha yaşlı adam olanda bilirəm ki, bu bunun negativindədir. Əgər buradan karması varsa, %100 negativindədir. Məsəl üçün 4 boşdursa, səbirsizdir tutaq ki. Yəni başqa şeylərə də baxırıq da əlbəttə ki. Təbii ki. Amma uşaqlarda mən artıq onu deyə bilmirəm. Mən artıq onu orada çox çevir eləyirəm, baxıram. Görürəm ki, yox, elə doğru düzgün gedir. Yəni daha düzdür, başqa yoldan negativində olanlar da var. Amma nə istədiyini bilir, siz düz deyirsiniz. Nə istədiyini bəli bilir. Çünki bu vaxtın, zamanın enerjisindən də çox şey asılıdır. Özünüz də görürsünüz ki, vaxt o qədər daralıb, yəni vaxt uçur gedir. Əlbəttə ki, indi gələnlər də o vaxta uyğun gəlirlər. O enerjiyə uyğun insanlar gəlir də, doğulurlar.
Bəli, oradan biz bir də bizim məslək rəqəmlərimiz var da, özümüzün numerologiyada məslək rəqəmi var. Ona da baxırıq. Oradan da üst-üstə düşürsə, o məsləhəyə də baxırıq və o uğur rəqəmimizin məsləhlərinə də baxırıq. Bəli, uğur rəqəmimizin öz məsləhləri var. Məslək rəqəmindən başqa, məsəl üçün, mən bərəkət rəqəmi də var, onu da indi ona da baxıram. Çox şey nəzərə alırsınız da onunla. Bəli. Çünki baxırsan ki, məslək rəqəmində deyil. Tez baxıram, bərəkət rəqəmi görürəm, tam oradadır. Yəni oradadırsa, mən məsəl üçün 30-35 yaşından danışıram, amma balaca olanda, məsələn, ona əgər biz yön verməliyiksə, deyirəm ki, bax, bunun bu qəbiliyyəti varmı? Bu varmı? Deyir ki, hə, Kəmalə xanım, bu var, o var. Yəni o deyirəm ki, bax, hardan, bax, bu buradan, bax, gözəl bir işlər görəcək. Qoy bu getsin. Ya da ki, uşaq matematika, fizika, bu şeylərlə, yəni 7-si çoxdur. Yəni dəqiq elmlərdən başqa araşdırmaçı, yəni advokat ola bilər, müstəntiq ola bilər, IT uzmanı ola bilər. Deyir ki, ay Kəmalə xanım, kompüterdən əl çəkmir, elə orada proqramlar falan deyirəm. Öz yolunu tapır da indidən. Sizi eşidirlər, o fikirləri dəyişir, həmin o anaların tutaq. Əlbəttə eşidirlər, yox, qulaq asın. Siz izah edəndə, bəzən gözdən dirəşirlər ki, istəmirəm. Amma bu kompüterdə oynayırsa var idi, bir nəfər olmuşdu elə. Amma o da yəni demədi %100 xanım idi, özü həkim idi, yoldaşı da həkim idi, qaynatası da dedi istəmirəm oğlum həkim olsun, amma baxıram ki, oğlu %100 həkimdir. Gözün açıb onu görüb də. Bəlkə də doğumdan nəsildən kökdən gəlir də. Yəni gözəl həkim olacaq. Yəni bax belə deyək. Lap olmasa da başqa bir şey də ola bilər. Mən demirəm ki, yox, həkim olmalıdır. Deyirəm anasına deyir, istəmirəm mən uşaq həkim olsun. Yəni heç belə istəmirəm də. Yəni mən acı haşiyəçi məziləcilər gələn verilişimizdə dekabrın 10-da numerologiyada uşaq valideyn, xüsusən də övlad-ana münasibətlərindən çox geniş, qəşəng söhbətimiz olacaq. Çox maraqlanırlar. Bax, çünki biz görürük, daha çox Kəmalə xanımın belə deyim, humanist xidməti ondadır ki, valideynlər o qədər təkcə mənə hələ nə qədər adam razılıq eləyir, halbuki nömrəmi falanı bilmirlər. Amma indi yəqin ki, Kəmalə xanıma da nə qədər belə dualar eləyirlər, o qədər deyir, uşağımı dərk elədim, uşağımın nə istədiyini bildim, nəsə o dağa daşa yapışmış ruhum qopdu, belə yumşaq, həlim oldu, övladın nə olduğunu anladım. Belə deyənlər var. Gələn verilişimizdə gözdə qulaqda olun, izlənməkdə olun, onunla danışacaq. Bir də elə övlad ana demişkən, bəziləri deyir ki, Kəmalə xanım kömək eləyib bizə, amma verilişdə tez-tez deyir nənə, baba, bəlkə ata-anadır bu məcazi mənadır. Bəlkə nənəmin babası nəsə eləyib gəlib indi mənə çıxır. Deyir elə nənə baba. Deyirəm o əsas məsələ o deyil. Deyirəm əsas məsələ odur ki, o nəsildən gəlir də, lap ata-ana olsun. Amma yəni deyir ora bağlıdır. Lap babanın babası olsun. Yəni mən deyir kök aysa o kök. Biraz ona da anlayış verək. Bildiyin kökdür. Orada mən belə başa salıram, deyirəm ki, elə bil ki orada bax 7-70 deyəndə səhv eləmirəmsə 164 idi ya 168. Bax belə bir oradan şey götürülür. Bax elə bil ki 164 yerdən, yəni o əgər hesablasaq, elə bil ki hər yerdən bir parça nəsə götürülür. Oradan xəmir yoğrulur. Sənə də oradan elə bil ki bir parça bir şey verirlər. Sən oradan bilərsən ki, oradan kimdən sənə nə düşür. Ay sağ ol. Sənə kim? Çoxsu deyir ki, ay anamın nə bilim babası bəy olmuşdu filan kəs. Deyirəm ki, bəlkə o sənə gəlməyə də bilərsən. Anadan da ola bilər, atadan da ola bilər, iki tərəfdən də ola bilər. Bax, bu o qədər önəmli bir şeydir ki, sən sadəcə deyirəm, onları belə o beynivə qoymaya onları. Sən sadəcə onları qəbul elə. Qəbuldan başqa sənin ayrıca, bilirsən niyə? Bu insanlar Allahın izni ilə yaşayıb gediblər. İndi oturublar bərzəx aləmində, onların orada əməl dəftəri də bağlıdır. Ancaq onlar o zaman bu savab səndən gedəndə, sən gördüyün o gözəl işləri göndərəndə onlara, deyir ki, özümə qalmayacaq. Deyirəm, özüvə əksinə, ondan artıq gələcək. Sən ora göndərəndə... Ödədikcə sənə də qalır da bəs. Sən ora gedəndə o kökün nəslin enerjisi var. O kök nəsil enerjisi o yenidən sənə artıq dərəcədə gəlir. Ondan sonra rahatlaşırlar. Deyirəm, sən oradan
sadəcə qəbul elə. Bəziləri olur, bəli, bunlar nə qədər işlər görüblər, həm bundan eliblər, həm ondan eliblər. Yəni nəsə deyirəm ki, o sənin artıq işin deyil. Deyir mən onların günahın. O deyirəm sənin günahın da deyil. Sən bax, məsələ belə, bu proses belə baş verir. Anadan doğulan kimi bizə o doğulan anda yaddaş yazılır, nəsil yaddaşı. Nəsil yaddaşı yazılanda o bizim bütün bədənimizə, beynimizə, yəni düşür o hara bilinc altına. Yəni şuur altı. Şuur altına düşür. Şuur altına düşəndə nə olur? Deməli şuur altı əgər bizi idarə edirsə, deməli biz öz həyatımızda o şuur altında olan şeyi, nənə babalarımızın keçə bilmədiyi sınağı, keçə bildiyi sınağı, yaxşı işin, pis işin hamısını özümüzünki bilirik. Ay aman mən filan şey, filan vaxtı filan şey. Yəni içində elə bir bəzən bax məsəl üçün karma ödəyir də, içində elə bir his var ki, aha karmamı ödəyim canım qurtarsın. Hətta bax belə hissdə olan insanlar var. Yəni ən çox yaşlı nəsil, bu təzə yeni nəsil belə deyil. Və ona görə də mən onları başa salanda ki, sən sadəcə onları qəbul elə. Qəbul elə, sən o sənin günahın deyil. Amma sən o çox xoşluqla, asanlıqla o yolu keçə bilərsən. Deyir, necə? Deyirəm, həmən yöndən, bax deyirəm də sənə, mən sənə numerologiyanın, bax, ən gözəl tərəfi odur ki, sənə bir-bir deyirsən bilinci altında nə var. Məsələn, 30 durub o, məsələn, psixoloq bir 5 seansda əgər bir adamı tanıyırsa, bütün travmalarına hakim olursa, mən sənin analizlə bütün travmalarına hakiməm. Sənin bütün bilinci altın mənim əlimdədir. Mən onları sənə bir-bir deyirəm, bunu belə elə, bunu belə elə, sənin ömrün, həyatın düzələcək və onu da çox rahatçılıqla elə bu yöndən yaxşı bir iş göndər ata-analarına. Ata-ana deyirəm, nənə-babalarına. Ata-ana da rol oynayır bəzən. Bəzən yox, %100 oynayır. Bəlkə atanın bir pis işi əlbəttə ki, övladına məsələn keçə bilər. Yəni, indi yenə deyirəm, vaxt daralıb deyənə ən çox insanların özünə düşür, övladına düşmür. Və inşallah ki, belə də davam eləyər. Yəni, yox, siz hər verişdə onsuz da müəyyən o şeylərə toxunursunuz və mən ən çox razılıq verən uşaqları ilə bağlı. Məncə, bəzən hətta deyirəm, kaş ayrı işləri olmaya, ancaq siz valideynlər gələr sizə müraciət edir, olan uşaqların formalaşması bizi çox narahat edir. Bugün əgər ölkədə boşanma 50%-in üstündədirsə, bu dəhşət. Deməli, hər 2 evlənəndən biri, 10 evlənəndən 5-i ən azı, hələ bu rəsmi göstəricidir. Gizli olanlar da var, eləsi var, çıxıb gedir, atası evinə tutaq, ya ayrılıb gedir, ayrı yerdə kiraya tutub yaşayır. Hələ bunlar qeydiyyat alınmır, çünki rəsmi boşanma yoxdur. Rəsmi bu qədərsə, bax, sizin kimi insanların, mən bəzən o bizim Rafiq Cərullayevi də deyirəm ki, o düşüncə müalicəsi, bax, belə gözəl fikirlər səsləndirir, insanlar özünü dərk eləyir. Bizim də məqsədimiz, elə bu verilişin özündə, layihənin özündə məqsədi, bax, bu şeyə getməkdir. Siz də burada ən öndə gedənlərdənsiniz. Evet, Sabah müəllim, o qədər, yəni bax, siz dedikcə yadıma düşür analizlər. Siz dedikcə yaşadığım şeylərdir də bunlar xanımlarla ki, bax, artıq bizim əvvəlki verilişlərimizin xeyri olub deyə, bax, məsəl üçün, axır vaxt bir 2 həftədə çox artıb övladı ilə ananın, ana ola bilməyən xanımlar müraciət edib. Bu numerologiyada mən həmişə deyirəm. Çox gözəl onu bilir, başa salır, göstərir, nədən olduğunu deyir, nə etsən o, yəni mən demirəm, %100 həkimlik eləyirik, söhbət bundan deyil, getmir. Gedir xanım, məsəl üçün, adam var ki, müalicə alır, övladı dünyaya gəlir. Adam var ki, illərlə müalicədədir, amma gəlmir, övlad heç süni mayalanma da getmir. O zaman o, baxırsan ki, qadın öz hisslərin, duyğuların, həyatda edəcəyi şeyi, karmaları yerinə qoyur, ana olur. Siz inanırsınız, o hamısını numerologiya göstərir, bircə. Mən özüm ona şey deyirəm ki, yəni hətta bu uşağın dünyaya gəlməsinə, çünki get-gedə, ümumiyyətlə bunu uzmanlar deyir ki, yəni əsrimiz davam etdikcə, indi nə qədər olacaq, yəni o doğurqanlıq deyirlər də, o azalacaq. Yəni, niyə görə azalacaq? Çünki insanlar doğru düzgün yaşamayacaq, doğru düzgün bir şeyləri, enerjilər dəyişir. Enerji dəyişdikcə, bax, ondan da danışmaq lazımdır. O enerjiyə uyuşmaq lazımdır. Enerji səndən nə tələb edir? Məsələn, onu çoxdan bilmirik. Enerjiyə inanmayanlar da var, deyirəm. Gələn dəfə danışarıq inşallah. Ki, o enerjiyə uyumlanmasan, səndə nə baş verir? Qadın əgər boynuna yüklər alırsa, qadın əgər qardaşının, anasının, atasının sorumluluğunu alır.
Qadın elə bil ki, ailə həyatı qurub, amma fikri arxadadır. Anam neynədi, qardaşım niyə filan şeylədi, bu iş niyə belə oldu? Yəni olduğu yerdə olmur. O tərəfdə olur. Yanında olmasa da sorumluluq almaq qadını məhv eləyir. Öz boynuna düşən sorumluluqdan əlavə. Niyə görə bizim dinimiz qadını həmişə daha yüngül işləməsin, ondan sonra yəni bir çox şeylər var da, indi o çox dərin mövzulardır. Yəni görürəm ki, bütün bu bəli, ana olmaqla əlaqəli müraciət ediblər. Sonra sinerji analizi demişdim keçən dəfə. Yəni cütlük analizləri. Bu enerjilərin hamısını gələn dəfə inşallah. O elə bir şeydir ki, bəli, danışarıq. Elə bir şeydir ki, görürəm ki, inanırsınız, hər dəfə analiz edəndə orada, çünki orada biz daha dərinə enirik. 2 nəfərin yəni analizi, oradan uşaqların analizi olanda bir ailənin. Çünki bugünkü gündə dediyiniz kimi boşanmalar, ondan sonra biri deyir boşanacağım, o birisi deyir yox boşana bilməyəcəksən, ya nəsə də, ya bir gün xanım oturub fikirləşir, illərlə fikirləşir, boşanım, boşanmayım, nə edim görəsən, mən necə çıxım bu? İnanırsınız, mən heç analiz etmədən, bax, dünən bir xanım var idi, dünən ya sırağa gün, niyə boşanırsan deyirəm, deyir ki, xəyanət eləyib mən. Deyirəm, tək xəyanətə görədir, sırf, deyir ki, hə, deyirəm, onda boşanma. Yəni, çox şeyləri deyirəm, mən sən başa salacağım. O sənə bir yarım saat vaxt sərf edib danışacağım. Sən artıq boşanmandan vaz geç. Özü də işləmir. Özü də məsəl üçün hələ yəni Allah nə olar, olmaz hələ bugündən sonra. Düzdür, uşaqlar böyükdür biraz. Və əslində mən məsəl üçün onu belə də deyə bilərdim. Gəl filan qədər məbləğ ver, mən sənə analiz eləyim, sənin uşaqların nə deyir, sən yoldaşınla boşanan. Mən demirəm orada boşanacaqsan ya yox. Onu mənim deməyə ixtiyarım yoxdur. Mən ona sadəcə başa salıram ki, boşansan nə olar, boşanmasan nə olar və sən niyə görə bu adamı çəkməlisən? Və yaxud o adam səndən nə çəkir? Və yaxud sən gedir bilirsiniz nə çıxır? İnanırsınız, elə maraqlı şeylər çıxır ki, heç də mən bu adamın, tutaq ki, buna ərindən çəkir də indi nəsə. Öncəki nənə babalarının həyatında gəlir onların ya bacı qardaşlığı çıxır, ya biri o birisinə ihanət edib, ya o birisi, bax, hamısı gedir yenə kökə. Mütləq səbəb var da, təbii. Səbəb, bəli, o səbəblər. Baş verir. Ya görürsən ki, bunlar qonşu olublar, ya görürsən bunlar, yəni doğrudan da o nənə babaları, onların ya biz əcdadlara gedirik, ya lap keçmişə, evli olublar, ya bir-birlərindən biri söz verib, o birisi yerinə yetirməyib. O, bugünkü gündə indi həmən o sözünün yerinə, onu biz hardan bilirik çakraların düzülümündən, bütün hamısını, yəni o biraz çətin analizdir, amma ki, yəni möhtəşəm bir şeylərdir də. Çox sağ olun Kəmala xanım, əzizləyicilər, çox dərin söhbət oldu bu dəfə, özdə həmişəkindən daha çox, 1 saatı keçdik artıq və gələcək 1 saat artıq 2 dəqiqəni keçib. Çox dərin danışdı Kəmala xanım. Bəzi izləyicilərimiz var, deyir ki, bir neçə dəfə baxıram ki, tam dərkim, təbii ki, 1 saatın hamısını əzbər yadda saxlamaq olmur. O punkt deyirlər, maddə, hissə, hər mövzuya aid ayrıca qulaq asın. Mən də çalışıb hər suala cavab kimi kəsib ayrı-ayrı da verim ki, sizə baxmaq rahat olsun. Belə başqa bir sözünüz yoxsa yekunlaşdıraq. Elə bir sözüm yoxdur. Deyilərək arzularınız, diləyiniz. Arzum, diləyim, inanırsınız Səbah müəllim. Mən həmişə istəyirəm deyəm, sonra yadımdan çıxır. Buyurun. Yəni, bu hətta bir acizanə bir xahişdir. Nə olar, heyvanlara qarşı duyarlı olun. Küçə heyvanlarına qarşı. Pişiklərə, nə bilim, itlərə demirəm, indi çox adam qorxur. Yəni, itlərə də eləmək olar. Bax, zibil qablarının yanında gecədən, səhərdən gətirib ora var elə insanlar. Allah onların, inanın ki, ruzusunu verir. Elə başlarından tökür ki, artıq qalan yeməyi bir paketə yığırlar, qoyurlar zibil qabın yanına, onu itlər gəlir, yeyir. İtlər hər şey yeyir. Amma pişiklər, məsəl üçün, onlara bir qab su, yemək, görəndə yedizdirmək. Bu qoyurlar, mən görürəm. Qoyurlar, amma onlara qarşı, heyvanlara qarşı çox belə aqressiv şeydə olan adamlar da çoxdur. Demək olar ki, bax, 50-50-yə də deyil. Onlara yaxşı münasibətlə pis münasibət 50-50-yə də deyil. 50-dən aşağı. Siz gördüyünüz deyək. Mən məsələn heç görməmişəm incitələr. Əksinə 28 may metrosu ətrafında Cəfər Cabbarlı hekayəndə orada
buğda alırlar pulla, gəlib orada səpənlər Göyərçinlər. görmüşəm, göyərçinlərə. Türkiyədə bu ümumiyyətlə ənənəvi hal alıb. Orada quşlar qorxmur, adamın çiyninə qonur. Bizdə uzaqda Meydan quşları eləyirlər, amma biraz qıraqdakılar bizdə də burada bizim market var. Marketin qarşısında onlar qorxmur. Çünki orada hamı bilirsiniz, göyərçini yedizdirməyə, quşu yedizdirməyə nə var ki, əlində çörək qırıntısı, buğda. Amma əsas məsələ o məsəl üçün ac qalan pişik hər şey yemir. Küçələrdə gəzən o sahibsiz deyək də. amma dükanlardan alıb görmüşəm tələbə qızlar ya oğlanlar gözəl küçədə keçəndə küçələr doludur pişik yeməyinə. Qurusu da var, yaşı da var. Amma ümid eləyək ki, yaxşı olar. Müraciətini də eşitdik. Ki, yəni bax nə deyəcəydim, cümləmi bitirmədim. O deyirsiniz ki, biz buradan yaxşılıq eləyirik, yaxşı məsləhətlər veririk, o alma vermə dəngəsi kimi. Mənim də o istədiyim, yəni evində bir yemək bişirəndə, bir toyuğu təmizləyəndə, bax onu eləmir çox adam. İnanın ki, eləmir. O artıq qalan şeyləri bir salafana qoy, həyətə düşəndə ya uşağa ver ki, bunu apar qoy filan yerdə pişik yesin. Əgər onu eləyərsinizsə, inanın ki, bax sözümün canı var. Ruzu elə artır. Pişiklərə yedizdirmək. Çünki onlar bizim ruhumuzun qoruyucularıdır. Bütün peyğəmbərlərin yanında pişik olub. Bəli. Misirdən mədəniyyət gəlir. Onlar niyə pişiyi müqəddəs bilirdilər? Bilirdilər də ki, bir şey onu bilirdilər, eləyirdilər. Yəni bütün bunları, yəni mən onu deyəcəydim ki, qoy bu da alma vermə dəngəsi olsun ki, mənim xahişimi məsəl üçün o etməyəndə qoy onu etsin. Elə gələn verilişdə də Səsimiz eşidilsin. elə alma vermə dəngəsi ilə başlayır. Sonra o enerjilər falanlar belə. Belə dəyərli dostlar, daha bir super verilişimiz başa çatdı. Güman edirəm ki, götürəcəyiniz yaxud götürdüyünüz çox şeylər oldu. Dəfələrlə baxın, ayrı hissələrdə paylaşacağam və elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun. Sağ olun, qalın.